Salam, mən FES Akademinin təlimçisi Firuzə Hüseynli. Bugün sizə riyaziyyat 7-ci sinif mövzularından birinin izahını verəcəm. Mövzumuz üçün bilməliyik ki, iki dəyişənli tənliklərdir. Adi tənlikdən fərqli olaraq burada dəyişənlərin sayı çoxdur və biz bu səbəbdən bu tənliyi necə həll edə bilərik? Bunun üçün də iki yolumuz var. Ya əvəz etmə üsulundan istifadə edəcəyik, ya tərəf-tərəfə toplama üsulundan istifadə edəcəyik. Yəni 7-ci sinif mövzumuzda bu iki üsul öz əksini tapmışdı. Ona görə də ikisi haqqında danışacağam. Mövzumuzda mən indi izahda əvəz etmə üsulunu verəcəm. Ümumiyyətlə, ibtidai sinifdən bilirsiniz ki, məsələn, toyuqlarının başı sayı bu qədərdir, ayaqlarının sayı bu qədərdir kimi tipli suallar çıxır qarşınıza və siz bunları ədəd qoyma ilə tapırsınız. Çünki siz hələ 7-ci sinif deyilsiniz və bu üsulla tanış deyilsiniz, yəni bilmirsiniz. Amma 7-ci sinifdə siz artıq əvəz etmə üsulu keçəcəksiniz. Tutalım ki, bizə belə bir sual verir. Deyir ki, toyuqlarla qoyunların başlarının sayı 40-dır, ayaqlarının sayı 110-dur. Həyətdə olan toyuğu da tapaq, qoyunu da tapaq. Mən bilmirəm neçə toyuq var. Bunun üçün gəlirəm X deyirəm və neçə qoyun olduğunu da bilmirəm. Buna da Y deyirəm. Və başlarının cəmini demişdik ki, 40 dənədir. Yəni bunların sayları cəmi 40-dır. Çünki hər birinin bir başı var. İndi ayaqlarının sayı isə 110-dur. Ayaqlarının sayı 110-dursa mən nə edərəm? Toyuğun neçə ayağı var? 2 ayağı var deyə 2x yazacağam. Qoyunun 4 ayağı var deyə 4y yazacağam. Və bunların cəmi edəcək 110. Bu mənim artıq alındı sistem tənliyim. Biz bunu necə həll edə bilərik? Dediyim kimi mən izah edəcəm əvəz etmə üsulu ilə sizə. Əvəz etmə üsulunda baxın x da var, y də var. Mən gedib bu halda heç nə edə bilmərəm. Ona görə də gəlib nə edəcəm? X bərabərdir 40 çıxılsın y yazacağam. Yəni x-i aparıb y ilə əvəz edirəm və digər tənlikdə x-in yerinə aldığım ifadəni qoyacağam ki, buradakı bütün belə deyək dəyişənlər y olsun. X artıq aradan çıxsın. Gətirib yerinə qoyuram. 2 x-in yerinə yazacaq 40 çıxılsın y. 40 çıxılsın y üstə gəlinsin 4y bərabərdir 110. 2-ni 40-a vurduq 80 çıxılsın 2y üstə gəlinsin 4y bərabərdir 110. Mənfi 2y ilə 4y toplayanda yəni qalır 2y və 110-dan da 80-i çıxırıq qalır 30. Y də bərabərdir 15-ə. Biz y demişdik qazların sayına. Yəni qazların sayı 15-dirsə, toyuğun sayını necə taparıq? 40-dan bunun içində 15-i çıxmaq lazımdır. Bu da eləyir 25 toyuq. Bu da oldu bizim əvəz etmə üsulumuz. Əlbəttə, siz belə deyək, sual tiplərinə uyğun olaraq daha rahat üsullar seçə bilərsiniz. Məsələn, ola bilər ki, bizə elə bir tənlik verər ki, biz onu daha rahat həll edə bilərik, toplama üsulundan istifadə edərək və yaxud da tərəf-tərəfə çıxmaya gətirə bilərik. Tərəf-tərəfə toplamanın belə deyək, əhəmiyyəti nədədir, önəmi nədədir? Gəlin ona aid də bir nümunə yazmağa çalışaq ki, daha yaxşı başa düşək. Düşünürəm ki, əvəz etmə üsulu içlərində ən rahat olanıdır, yəni rahatlıqla istifadə edə bilərsiniz. Tutalım ki, bizə verib, məsələn, verib x üstə gəlinsin, yazaq məsələn 2x olsun, üstə gəlinsin y bərabərdir 6. İndi mən özümdən qururam, ola bilər ki, misal alınmasın, amma ən azından yolunu öyrənmiş olaq. Və yaxud da burada versin 3y, yox 3x, çünki birincisini x yazmışıq, ona görə digərində x-la yazmaq lazımdır. Məsələn, yazaq, buna da 6x olsun, üstə gəlinsin 2y bərabərdir, məsələn, bu da olsun 12. Alınmasa sonra da nədədir dəyişərik. Baxın, belə bir sistem tənliyi veribsə, mən baxıram ki, mən bunu əvəz etmə ilə edə bilərəm. Yəni, birincisində y bərabərdir 6-2x yazıb, aparıb x-in yerinə qoya bilərəm. Amma indi gəlin düşünək ki, burada bizdən istəyir ki, tərəf-tərəfə toplama üsulu ilə həll edək. Bunun üçün eyniləşdirməyə baxmaq lazımdır. Ki, tərəf-tərəfə çıxanda o artıq yox olmuş olsun və yaxud da tərəf-tərəfə toplayanda, daha doğrusu toplama üsulundan danışırıqsa yox olmuş olsun. Tərəf-tərəfə toplayanda nə zaman yox olur? Əks ədədlər, yəni işarələrinə görə fərqlənən ədədləri. İndi məsələn, mən bunu 3-ə vursam əgər, x-i gətirmək istəyirəmsə, bu eləyəcək 6x, amma 6x ilə 6x toplayanda 12x alınır. Görürsünüzmü? Ödəmir. Mən ona görə bunu mənfi 3-ə vuraram ki, mənfi 3-ü 2x-ə vuranda burada eləyəcək mənfi 6x. Çıxılsın, 3y-ə vurduq, 3y bərabərdir, burada da alınacaq mənfi 18. Burada yazılan ədədi hər birinə vurmaq lazımdır. Burada isə alınır 6x üstə gəlinsin 2y bərabərdir 12. İndi baxın, mənfi 6x ilə 6x toplayanda heç nə qalmadı.
Mənfi 3y-dən 2y toplamaq nə deməkdir? Yəni, mənfi 3 üstə gəlinsin 2 deməkdir. Bu da əslində edəcək mənfi y. Daha sonra mənfi 18 ilə 12-ni toplamaq nə deməkdir? Mənfi 18 ilə də 12-ni toplayanda böyüyün işarəsini saxlayıb çıxırıq mənfi 6. Yəni, buradan da alınır y bərabərdir 6-ya.